Məlumat verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadıoğlu Əhmədov baş prokurorun müavini Azərbaycanın hərbi prokuroru təyin olunub. Konkret, Azaxar istinadən məlumat verir ki, Əhmədov Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir. Bəhruz Əhmədov 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2018-ci ildə Qazax hərbi prokurorluğuna təyin olunub. 2021-ci ildə Vətən uğrunda medalı ilə təltif olunub. Bu vəzifəyə qədər hərbi prokurorluğun istintaq idarəsində rəis işləyib. Bugün Bakı Ekspo mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi öz işinə başlayıb. Hər il olduğu kimi Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu ildə sözü gedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bugün isə sərginin açılışını Kənd Təsərrüfatı Nazirinin müavini Elçin Zeynalov edib. Yeni Sabahın əldə etdiyi xəbərə görə bu tipli sərgilər zamanı yüksək vəzifəli şəxslər COVID-19-la bağlı yoxlanışdan keçməli olurlar. Nazirin COVID-19 testinin nəticəsinin isə pozitiv çıxdığı ilə bağlı məlumat paylaşılıb. Qeyd edilir ki, nazir bu səbəbdən sözü gedən sərgilərdə iştirak edə bilməyib.